Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir. Səfərin məqsədi Azərbaycanla Çin, xüsusilə də Sumqayıt və Mianyang şəhərləri arasında iqtisadi, mədəni və humanitar əməkdaşlığı daha da gücləndirməkdir. Səfər çərçivəsində nümayəndə heyəti Mianyang şəhərində bir sıra görüşlər keçirib. 14 oktyabr tarixində Zakir Fərəcov Mianyang şəhərinin meri Li Yunla görüşüb. Görüş zamanı Li Yun Sumqayıt nümayəndə heyətini səmimiyyətlə salamlayaraq Mianyang şəhərinin sosial-iqtisadi inkişafı barədə məlumat. O bildirib ki, bu ilin aprel ayında Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinə təkan verib. Onun sözlərinə görə, Mianyang və Sumqayıt şəhərləri arasında iqtisadi ticarət əlaqələri dinamik şəkildə inkişaf edir, humanitar sahədə münasibətlər möhkəmlənir və dərin dostluq formalaşır. Tərəflər bir kəmər bir yol təşəbbüsünün yaratdığı imkanlardan səmərəli istifadə edərək qarşılıqlı əməkdaşlığın keyfiyyətini daha da artırmaq, hökumətlərarası və yerli səviyyədə əlaqələri genişləndirmək, iqtisadi ticarət, investisiya, enerji, logistika, turizm, təhsil və səhiyyə kimi sahələrdə birgə layihələri həyata keçirmək niyyətlərini ifadə ediblər. Zakir Fərəcov Mianyang şəhərinə səfər etməkdən məmnunluğunu ifadə edib və göstərilən səmimi qəbula görə təşəkkürünü bildirib. O vurğulayıb ki, Çin və Azərbaycan arasında dostluq münasibətlərinin əsası uzun illər öncəyə qoyulub və bu gün dövlət başçılarının strateji rəhbərliyi altında əməkdaşlıq münasibətləri yeni məzmun qazanır. Sumqayıt və Mianyang şəhərləri arasında dostluq əlaqələri Çin-Azərbaycan münasibətlərinin mühüm tərkib hissəsidir. Əminik ki, təhsil, mədəniyyət, sənaye və texnologiya sahələrində əməkdaşlıq daha da dərinləşəcək və hər iki şəhər dostluq əlaqələrinin inkişafında nümunəvi nəticələr əldə edəcək, deyə Zakir Fərəcov qeyd edib. Səfər çərçivəsində həmçinin Anzor rayon rəhbərinin müavini Huang Juan, Beynəlxalq Dostluq Şəhəri Mübadilə və Əməkdaşlıq Mərkəzində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb. Görüş zamanı Huang Juan rəhbərlik etdiyi rayon və onun sosial-iqtisadi inkişafı istiqamətləri barədə ətraflı məlumat verib, gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.